Herkese salam dostlar. Kanalıma ve videoma hər biriniz xoş gəlmisiniz. Bugün sizinlə birlikdə telefonsuz 1 saat keçirəcəm. Telefonsuz dedikdə, yəni kompüter və s. kimi şeyləri də nəzərdə tuturam. Yəni 1 saat boyunca ümumiyyətlə internet və s. kimi şeylərə baxmayacağam. Daha sonra mən dedim ki, rəsm çəkim, rəngləri görüm, biraz əhval-ruhiyyəm açılsın. Çünki əlbəttə ki, bu 1 saatımız bizim üçün çətin olacaq. Çünki tamamilə yəni asılıyıq biz bu amillərdən. Ona görə də ki, yəni ayrı qalmaq nə dərəcədə asan olacaq, çətin olacaq, onu daha bilmirdim. Amma mənim üçün asan keçdi, ondan deyim sizə. Bu arada fırçalarım inanılmaz dərəcədə bərbad bir hal alıb. Ən axırıncı və biologiya üçün hazırladığım maketdən sonra, yəni heç cürə əlimi vurmamışam bu sulu boyaya və s. Yəni fırçaya falan da əlimi vurmamışam. Amma fırçalardan inanın xəbərim yox idi. Bu qara fırça qalın idi, o digər fırça onsuz incə idi. Bildiyiniz o dırnaq ustalarının işlətdiyi fırçaya bənzədi. Mənim çox sinirlərim pozuldu. Yəni və biraz da keyfim pozuldu. Nəsə yarıda yox, elə başladığım zaman fırçanı görəndən sonra atmaq istədim. Amma dedim ki, yox, davam etdirəcəm, pes etmək istəmirəm. Bu arada mən A4 kağızını niyə 2 qat elədim? Çünki sulu boyada, yəni su dəydikcə vərəq qalxır. Ona görə də ki, 2 qat istifadə elədim. Fırçaya görə bək-bək bastırdım ki, daha çox rənglər çıxsın ortaya. Yəni vərəq də buna görə cırılırdı. Mənim heç xoşuma gəlmədi. Yəni ovulurdu vərəq, bildiyiniz. Yəni məncə fırçadan asılıdır. Çünki tez-tez çəkdiyim bir rəsmdir. Hətta mən bunu YouTube-dan baxıb çəkmişdim və hətta mən bunu elə bil ki, martın 21-i Novruz bayramında mən bu rəsmi yumurtanın üzərinə belə çəkmişdim. Görüncə professional bir rəsm əldə etmişəm ki, belə də çəkmişəm. Yumurtanın şəklini tapmağım çətin oldu, amma tapmadım yəni onu. Amma çəkdiyim rəsmi tapdım. Birazdan önlərdə videonu görəcəksiniz. Fırçanı burada göstərirəm. Yəni inanılmaz dərəcədə gülünc bir vəziyyətdədir fırça. Kök hissəsi çox qalındır, amma qalır doğru gəldikcə yəni çox bərbad bir hal alır. Nəysə dostlar, çətin oldu bununla boyama işləri görmək. Yaxında bir alış-verişə çıxmaq istəyirəm. Kitabxanaya gedəcəm və onda da sizlərə bir video çəkəcəm. Həmin vaxtda gözəl-gözəl fırça seti almağı düşünürəm. İndi biraz boyalamalar edəcəm. Burada mən yanlışlıqla sarı rəngi götürürəm. Əslində narıncı gəlmir, sonra sarı, sonra isə narıncıya boyuram və burada yenə bir səhv edib çaşıb bənövşəyə batırıram. Diqqətlə izləyirsiniz. Görürsünüz ki, bənövşəyə batırdım. Tamamilə bərbad bir sarı rəngi alındı. Mən heç cürə, yəni bu cürə bir sarı istəmirdim. Narıncı istəmirdim, üzrlü sayın. Yəni ki, bu tamam fail oldu. Buradakı niyə bu suya batırıb fırçanı, burada bu xətt hissəsini, yəni çəhraydan narıncı keçən hissəni qarışdırıram. Burada xətt alınmasın deyə edirəm bunu. Amma yenə də alınır. Çünki bu qəti şəkildə alınmadı bu rəsm. Yəni təməli düz qoyulmadı deyə davamında çox pis getdi. Çox çətin olur. Burada artıq deyinirəm. Yarıda qoyum, qoymayım deyə çox düşünürəm. Amma yəni ki, nə bilim, mən üçün maraqlı oldu. Amma ki, ən sonunda bitəndə dedim, nəhayət bitdi. Çünki çox yoruldum. Bir yandan da, nə bilim, mənə çox əziyyət verən bir rəsm oldu həqiqətən də. Bu arada dostlar, mən sizlərə uzun müddətdir ki, kəndi gedəndə, nə bilim, harası gedəndə, yay tətilində və s. sizlərə videolar çəkirəm. Yəni sizlər üçün videolar çəkirəm, amma bu videoları heç cürə paylaşa bilmirəm. Çünki montaj sırasında ya video çaşıb silirəm. İnanın ki, baxın, heç bir videomu montaj etdiyim sırada normal şəkildə sizlərə ata bilmədim uzun videolardan. Heç birinə. O qədər uzun videolar çəkmişəm, o qədər uzun. Onları birləşdirdim, hamısını etdim. Gəl o 2-3 saatın sonunda alınan nəticəyə gör. Yəni çox üzücü bir nəticə oldu. Bu arada mənim çəhrayım da çox bərbad hal aldı. Yəni burada bildiyiniz bu rəsmə çox fikir verməyin. Çünki ən axırda onu usta zibilə atdım. Saxlayacaq bir fikrim də yox idi başlıqdan. Əslində var idi, nə bilim, yalan danışmayım da, yəni doğru danışaq. Paletdəki rənglər də bitib və burada fırçanın vəziyyəti məni tək güldürən şey bu rəsm çəkərkən bir dənə bu oldu. Amma 1 saatı belə keçirtmək üçün asan olmadı da, amma inanırsınız, yəni çox tez keçdi 1 saat. İnanılmaz tez keçdi.
Resim çəkdiyim hissədə inanılmaz sıxıldım. Amma bir saatın içərisinə çox az şey sığdırmaq olur. Mən neçə şey elədim? Bir dənə bunu elədim. Yadımda deyil. Video ilerlədikcə biləcəm nə etdiyimi. Səsimi yazıram. Çünki video sırasında çəkəndə düzgün alınmır. Çünki səs ya üstünə sürüşür, ya da nəsə bir problem yaranır. Ona görə də ki, xoşuma gəlir belə etmək. Dostlar, gələn videolarda mən sizlər üçün nələr paylaşım, nələr edim, nələr deyim. Yəni, hansı cür videolar olsun. Ya da siz mənə sual soruşun, mən onların hamısını cavablayım. Yəni, YouTube-la bağlı, ümumiyyətlə, hər şeylə bağlı sual verə bilərsiniz. İçindən seçib eləyəcəm. Bu arada, burada mən dedim ki, nə qədər qara rəng qalmış burada. Bir dənə qara rəng çox qalıb. Və artıq qarışdırdıqda dibini gördüm və dedim ki, yox, bu da çox deyilmiş. Gəldik ən gülməli hissəyə. Ən gülməli hissə, bax, bu hissə oldu. Yəni ki, öz fantaziyamdan güya mən dağ çəkirəm indi. İzləyin və görəcəksiniz nə olacaq qarşıda. Burada fırçanı idarə edə bilmirəm. Çox qalın alınır. Qalın alınır, yəni o üçün boyayacağım. Sadəcə olaraq ucu, yəni ya o tərəfə çıxır. Ona görə biraz qalınlaşdırmaq məcburiyyətində qaldım. Digər dağı çəkəndə artıq çökəyə düşür və yenidən qaldırıram. Biraz düzgün dağ versiyası alınmadı. Mən burada çox böyük səhvə yol verdim. Amma inanırsınız, o sırada mən onun fərqinə varmadım. Amma indi sizə şəkli göstərəcəm. Əsl şəkli necədir? Həmin o şəkildəki kimi etmək lazımıymış. Burada elə özüm üçün çəkirəm yəni. Burada biraz asimetrik oldu və bunun mən düşündüm ki, dağ deyil, bu buruq şarlara oxşayır. Ona görə də şarın rəsmini qoymuşam ora. Yəni nə bilim, bu dağdan çox həqiqətən də dediyim şey bənzədir. Baxın, bu şəkil mənim çəkdiyim ilk şəkildir. Yəni YouTube-dan baxıb çəkmişdim və məncə çox asan bir şey alınmışdı o sırada. Sarını daha çox eləməliydim. Burada nə bilim, çox yanlışlarım oldu. Çox yadımdan çıxdı. Yəni martda etdiyim bir şeydir. Hal-hazırda da biz maydayıq, iyun ayındayıq daha doğrusu. Yəni dünən çəkmişəm bu videonu. İyun ayındayıq. Düzgün bir şey olmadı. Hər neysə dostlar, burada da sizə necə quş çəkə bilərsiniz, bunu göstərirəm. Yalandan ki, yəni güya bir quş oldu. Amma girib əgər yazsaz ki, YouTube-da bu rəsmi axtarsaz, çıxmayacaq qarşınıza. Bunu zibə atmaq üçün hazırlayıram. Çıxmayacaq qarşınıza. Səbəbi isə budur ki, artıq video oradan qaldırılıb. Heç bir məntiq, yəni yoxdur məncə burada. Niyə qaldırıblar ki o videonu? Nəsə bir problem baş verib, amma bilmirəm. İndi keçid edirik digər hissəyə, silmək hissəsinə. Burada eskici, yəni əski deyəndə eskici var, Rəfadan Tayfada, o yadıma düşür, Hayrının dediyi. Eskici! Öndəki bitkinin adını bilirsinizsə yorumlarda yazın. Ən arxadakı bitki isə reyhan bitkisidir. Hazırda göstərdiyim baxın o balkonda, bizim balkonda orada şitili var. Bu hidrogen peroksitin qabıdır. Onun içinə su doldurdum. Çox sadə qutusu var deyə onunla sulayıram bütün bitkilərimi. Bütün bitkilərdən 2 dənədir. Qarşıdakı bitkinin adı günəbaxan idi. Bəli, o da böyüyəndə inşallah çəkərəm. Bu heç xəbərim olmadan qardaşım gətirdi bu günəbaxanı qoydu stolun üstünə. Xəbərim yox idi. Alıbmış. Daha sonra isə dostlar indi kofe içəcəm, amma kofe hazır kofe istifadə edirəm. Qəti şəkildə reklam yoxdur. Kofenin dadı çox qəşəng oldu, yəni olmama ehtimalı yox idi məncə. Nəysə buz atıram içinə, buza əlimi özüm vururam. Çünki özüm içəcəm dostlar. Buz da tam donmamışdı heç, biraz üzücü oldu. Nəysə mən kofenin yanında yediklərimi, yəni tumu, şirniyyatları falan videoya baxa-baxa yəni yeyirdim. Amma ki nəysə bu videoya qismət imiş, amma onu da elə belə boş-boş oturub yedim. Sağ olun dostlar, mən çox əyləndim. Ümid edirəm ki, sizlər də əylənmisiniz.